deyir, su çərşənbəsidir. Su çərşənbə olur, su tortdur. Yo, budur. Su həyatdır. Əgər su olmasa, bütün bu gözəlliklər yox olub gedərdi. Dudu, internetdə su çərşənbəsi haqqında bir paylaşım görmüşdüm. Gəl gedək, biz də su çərşənbəsi qeyd edək. Bugün su təzələnir, arzular qəbul olunur. De görək, nə arzuluyursan, hə? Mən istərdim ki, hər gün dondurma çərşənbəsi olsun. Mən də uçan balıq olmaq istəyirəm. Uşaqlar, deyin görək, necədir? Bura çox soyuqdur, amma şirindir. Mən uçuram, həm də balığam. Deyəsən bilmirəm mən nə istəyirəm. Hə, uşaqlar, deyirəm yaman xəyal qurduq ha, öz aramızda. Hay, bu su sehirlidir. Mən indi super qəhrəman oldum. Su həm təmizləyir, həm güldürür. Uşaqlar, su çərşənbəsi bizə deyir ki, suyu qoruyun, təbiəti sevin. Mən də deyirəm, suya hörmət edin, çünki dondurma da sudandır. Su olmasa mən də olmazdım. Su çərşənbəniz çərşənbəniz mübarək. Dudu və Bubunun Azərbaycan macəraları. Eyşən İsmail'in təqdimatında.